Salam uşaqlar, kompüterin aparat təminatını izah edəcəyəm. Gəlin əvvəlcə görək kompüter nədir? Kompüter informasiya ilə işləmək üçün universal qurğudur. Yəni, kompüter informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir. Hesablayıcı deməkdir, böyük kalkulyatordur. Ancaq kompüter kalkulyatordan fərqli olaraq sadəcə ədədlərlə deyil, eyni zamanda informasiyanın digər təqdim olunma formaları ilə də işləyə bilir. Mətn, səs, video və s. Ümumiyyətlə, kompüter hansı əməlləri yerinə yetirir? Kompüter hesab əməllərini, məntiqi əməlləri, yadda saxlamanı və axtarış əməliyyatlarını yerinə yetirir. Kompüterin strukturu deyəndə onun tərkibinə, belə deyək də, onun qurulması üçün təşkil olunan qurğular, onlar arasında əlaqələr, arxitekturası deyəndə bu qurğuların hansı qaydalarla bir-birlə əlaqələnməsi nəzərdə tutulur. Kompüterlərin kütləvi şəkildə istehsalına 1981-ci ildə IBM firması tərəfindən başlanılmışdır və bu zaman ilk dəfə fərdi kompüterlər istehsal olunmağa başlamışdır. Sonra işçi stansiya haqqında danışaq. İşçi stansiya nədir? İşçi stansiya deməli, adətən deyir ki, firmalar, müəssisələr və digər təşkilatlar üçün təyin olunan kompüterlər belə adlanır. Ona görə ki, həmin yerlərdə istifadə olunan kompüterlərə əlavə avadanlıqlar quraşdırılır. Misal üçün, printer, skaner, səs-ucaldan, web kamerası olur, mikrofonu olur yeri gələndə və s. Bu əlavə avadanlıqlar quraşdırıldığına görə, yəni kompüterin imkanları artırıldığına görə buna deyirlər işçi stansiyalar. Serverlər nədir? Server güclü kompüterdir. Güclü kompüter olur adətən server və o internetlə təmin edir. Ona qoşulan digər kompüterləri, eyni zamanda qurğuları. Yəni, server olaraq güclü kompüter nəzərdə tutulmuşdur. Smartfon, ağıllı telefonlar da bilirik ki, müasir mobil telefonlardan söhbət gedir. Bu qurğular özündə bir çox özəllikləri birləşdirirlər, müasirdirlər. İnternetə daxil olmaq mümkündür, eyni zamanda informasiyanın bütün növləri ilə işləmək mümkündür və s. Eyni zamanda rəqəmsal kameralar olur, süni intellekti dəstəkləyirlər. Bu belə. Gəldik indi fərdi kompüterin növlərinə. Fərdi kompüterin növləri olaraq 4 dənə növü var fərdi kompüterin. Bunlar bizim üçün önəmlidir. Masaüstü kompüter, dizüstü kompüterlər, yəni notebooklar, planşet kompüterlər və 4-cü OVGC, yəni cip kompüterləri. Həmin kompüterlərin şəkillərini bax burada görə bilərik. Birincisi masaüstü kompüterlərdir, notebooklardır, qrafiki planşetdir. Bu da OVGC, cip kompüterləridir. Gəlin birinci bu masaüstü kompüter haqqında danışaq. Masaüstü kompüterlər fərdi kompüterin bugünkü günə qədər belə deyək də ən geniş yayılmış növlərindən biridir. Onun əsas 4 dənə qurğusu var. Onlar sistem bloku, monitor, klaviatura və siçandan təşkil olunur. Bu 4 qurğu onun təməl dəstinə daxildir. Ona qoşulan əlavə bütün yerdə qalan qurğular hamısı əlavə periferiya qurğuları adlanır. Bu masaüstü kompüterlərin üstünlüklərindən biri də odur ki, ona əlavə qurğular qoşmaqla, yəni onun imkanlarını belə deyək də artırmaq mümkündür və bunu etmək daha asandır. Digər kompüterlərə baxanda masaüstü kompüterlərin imkanlarını artırmaq daha asandır. Buna əlavə qurğuların qoşulması daha asandır. Çünki burada açıq arxitektura prinsipindən istifadə olunmuşdur ki, bu da qoşulmanı asanlaşdırır. Bu cür əlavə qurğular qoşmaqla burada işçi stansiyalar yaratmaq mümkündür. Gəldik ikinci notebooklara, yəni dizüstü kompüterlər, bunlara laptop da deyirlər. Bu kompüterlər masaüstü kompüterlərə baxanda nisbətən ölçüləri kiçikdir, ancaq imkanları demək olar ki, eynidir. Yüngüldür, yığcamdır, daşınabilirdir, yəni bir yerdən başqa yerə asanlıqla aparmaq mümkündür. Elektrik şəbəkəsində qoşulmadan da öz bateryası hesabına işləyə bilirlər. Bunlara mobil qurğular, yəni daşınabilir qurğular da deyilir. Masaüstü kompüterlər isə stasionar qurğular deyilir. Stasionar sözün mənası odur ki, yəni onu işlətmək üçün mütləq bir yerə quraşdırılmalıdır, masa olmalıdır, belə deyək, monitor ayrıca quraşdırılır, klaviaturası, siçanı və s.
Gəldik planşet kompüterlərə. Planşetlər də belə deyək də onunla işləmək üçün həm barmaqla, həm də ki stylus adlanan xüsusi qələmdən də istifadə etmək mümkündür. Planşet kompüterlərdə planşet kompüterlərdə vacib qruğu olan klaviaturaların olması çox da vacib deyil. Klaviatura və sıçanın olması çox da vacib deyil. Çünki planşetlərin özlərinin sensor klaviaturası olur. Eyni zamanda üzərində barmaqla işləməklə, yəni sıçanı da əvəz etmək mümkündür. Bir çox bəzi işlərdə bu kompüterlərdən istifadə etmək əlverişli sayılır. Son zamanlar bunların iPad planşetləri də belə deyək də daha populyar olmuşdur. Gəldi OVGC kompüterlərə, yəni Pearlstone, yəni cip kompüterlərinə. Bunların ölçüləri çox kiçik olur. Cibə sığlığına görə buna cip kompüterlər də deyirlər. Bu cip kompüterləri də planşetlərdə olduğu kimi bunların da öz qələmi olur. Qələmlə işləmək mümkündür. Bunlar oldu fərdi kompüterin növləri. Sonra danışacağıq kompüterin arxitekturası və onun qurulmasının məntiqi prinsiplərindən. Əvvəla deyək ki, belə deyək də, müasir kompüterlərin arxitekturasını məşhur Amerikan alimi John von Neumannın hələ 40-cı illərdə təklif etdiyi prinsiplər əsasında qurulur. Hal-hazırda da, yəni demək olar ki, hələ ki yenilənməkdir, həmin arxitektur əsasında qurulur. John von Neumannın prinsipləri hansılar idi? Burada əsas hər prinsipə aid bir cümləni yadda saxlasaq bəs eləyir. Deyəcək ki, birinci prinsipdə kompüter proqramla idarə olunan avtomatdır. Yəni, kompüterin işləməsi üçün proqram lazımdır. Mənə elə gəlir ki, bu cümlə aydındır da. Yəni ki, kompüterin işləməsi üçün mütləq onun içərisində proqram olmalıdır. Proqram olmasa biz kompüteri necə işlədə bilərik ki? İkincisi, kompüterlər ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş bir ölçülü və xəttidir, yəni sözlər vektor şəklindədir. Yəni, əsasən bu cümləni yadda saxlayacaq ki, yəni kompüterin yaddaşı olmalıdır bir sözlə. Sonra, burada deyir, əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur. Yəni, əmrlərə verilənlərkən baxmaq olar və onlar üzərində əməliyyatlar aparmaq olar. Burada da bax, bu cümlə yadda saxlayacaq ki, əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur. Əmrlərə verilənlər kimi də baxmaq olar. Sonra, verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Buradan da bu cümləni yadda saxlasaq bəs eləyir. Hərəsindən bir cümlə. Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüter işləməsi üçün proqram lazımdır. Kompüterlər ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. John von Neumann tərəfindən yəni qoyulan bu prinsip hətta hər kəs tərəfindən qəbul edildi və bunun əsasında dediyim kimi birinci nəsil kompüterlər eyni zamanda müasir kompüterlər istehsal olmaya başladı. Bu sxem çox da vacibdir, bunu öyrənməsək də olar. Həmin John von Neumannın prinsipini əks etdirən bir sxemdir. Yəni onun sistem interfeysindən danışır. Gəldik nəyə? Fərdi kompüterin əsas hissələrinə. Biz dedik ki, masaüstü kompüterin əsas 4 dənə vacib qurğusu var. Sistem bloku, monitor, klaviatura və sıçan, yəni mousedur. Bunlar əsas qurğulardır. Bunlara əsas qurğular, baza qurğuları və ya təməl qurğular da deyə bilərik. Əlavə qoşulan qurğulara isə əlavə periferiya qurğuları deyəcəyik. Sistem bloku informasiyanın işləməsi üçündür. Ümumiyyətlə, sistem bloku əslində bir qutudur. Vacib qurğular bunun içərisində saxlanılır. Monitor bilirik ki, çıxış qurğusudur. İnformasiyanın ekrana verilməsi üçün istifadə olunur. Klaviatura giriş qurğusudur. Simvolların, hərflərin yazıb daxil olması üçün istifadə olunur. Mouse da əmrlərin, komandaların kompüterə daxil edilməsi üçün istifadə olunur. Eyni zamanda sıçanın göstəricisini də idarə edir. Daha doğrusu kursor adlanan düymə var ki, yəni kursor sıçanın göstəricisidir belə deyək. Biz onunla əmrlər, komandalar veririk kompüterə. Gördüyümüz həmin qurğular haqqında danışdığımız həmin qurğular bax bunlardır. Monitordur, klaviatura, sistem bloku və sıçanla söhbət gedir. İndi sistem blokundan danışaq. Sistem bloku dediyim kimi özü bir qutudur sanki və onun içərisində vacib qurğular yerləşir. Onun içərisində yerləşən vacib qurğulardan biri də bax bu ana platadır. Buna ana plata da deyirlər, ana lövhə də deyirlər. Bundan başqa sistem
sistem platası və yaxud da ki, sistem lövhəsi deyə bilərik. Bu lövhə öz üzərində kompüterin vacib qurğularını saxlayır. Bundan başqa qida bloku var. Qida bloku kompüteri və eyni zamanda onun qurğularını, klaviaturanın, siçanı və s. enerji ilə təmin eləyir. Sərt disk və SSD. Sərt disk kompüterin xarici yaddaşı adlanır, çünki sistem bloku içərisindədir, ancaq ana plata üzərində deyil. Ona görə xarici yaddaş adlanır. Sərt diskin başqa adı da var. Buna deyirlər HDD, yəni Hard Disk Drive. Hard Disk Drive. Yəni sərt maqnit disk qurğusu. Hərfi də bu. Sərt maqnit disk qurğusu. Bunun içərisində bizə lazım olan, yəni bizim özümüzə məxsus sənədlərimiz, fayllarımız, şəkillərimiz, videolarımız və s. saxlanılır. SSD də xarici yaddaşdır, elektron yaddaşdır, flash yaddaşdır deyirlər buna. SSD-nin sərt diskdən fərqi odur ki, SSD-nin sürəti artıqdır. Yəni müasir kompüterlərdə artıq HDD-ləri SSD-lərlə əvəzləyirlər. Disk sürücüləri də sistem blokuna bitişik halda olur. Bunun bax bu hissəsi sistem blokun içərisində qalır. Üzdə görünən isə sadəcə bax bu hissəsidir ki, çöldən, yəni içərisində disk qoyub oxutmaq üçündür. Deməli, bunlar hər biri sistem blokun içərisində yerləşir. Sonra gəldik nəyə? Qida bloku haqqında mən orada dedim. Bir daha burada yazılıbdır. Dediyim kimi, yəni qida bloku kompüteri enerji ilə təmin edir. Eyni zamanda bu dəyişən cəryanı sabit cəryana çevirir. Bu nə deməkdir? Tutaq ki, bax, kompüterə ümumiyyətlə enerji gəlir də. Bu enerji, yəni işıqdan söhbət gedir də. Yəni gah arta bilər, gah azala bilər. Ancaq həmin qida bloku belə deyək də, gərginliyi bütün qurğulara lazım olduğu qədər ötürür. Yəni, işıq artsa da, azalsa da, o sadəcə lazım olan qədərini ötürür. Ona görə buna deyirlər gərginlik tənzimləyicisi. Sonra qida blokunda onun qızmasının qarşısını almaq üçün, yəni isinməsinin qarşısını almaq üçün orada sərinləndirici qurğu var, kullerdə yerləşir. Amma notebooklarda isə qida blokunu bateriya əvəz edir. Yəni qida blokunun əvəzinə bateriyalardan istifadə olunur. Sərt disklər SSD haqqında danışdım. Dedim ki, müasir kompüterlərdə artıq sərt diskin əvəzinə SSD-dən istifadə olunur, çünki daha sürətlidir. Disk sürücüləri də optik diskləri daxil edib oxutmaqdan üçün istifadə olunur. Ana plata, sistem lövhəsi və ya sistem platası da dediyimiz kimi öz üzərində vacib qurğuları saxlayır. Onun üzərində nələr ola bilər? Onun üzərində mikroprosesor, əməli yaddaş, keş yaddaş, giriş-çıxış qurğularının kontrolləri, KUMOS, BIOS, chipset mikrosistemləri və s. yerləşir. Bunların hər birini öyrənəcəyik. Bax, bu həmin ana platanın daha yaxından görünüşüdür. Bunun üzərində vacib qurğular var. Hansı da dediyim kimi, bax, RAM yazıbdır, RAM. Yəni, əməli yaddaş var burada. Daha sonra şimal körpüsü, cənub körpüsü, KUMOS yerləşir burada, KUMOS'un bateriyası, daha sonra GPU, nə bilim, yəni burada vacib qurğular USB portları, HDMI port yuvası, VGA portu, DVI portu, PC2 port yuvası və s. kimi yəni vacib qurğular yerləşir bu ana platanın üzərində. Sonra onun üzərində yerləşən qurğulardan daha vacib olanlarına baxacağıq. Daha vacib olanlardan biri mikroprosesordur. Buna mikroprosesor da deyə bilərlər. Sadəcə prosesor da deyə bilərlər və yaxud da ki, GPU da deyə bilərlər. Bu mikroprosesor deməli, əsas qurğudur, kompüterin daxilində yerləşir, ana platanın üzərində yerləşir. Mikroprosesor, yəni prosesor kompüterin beyni hesab olunur. Belə deyək də, kompüterin beyni hesab olunur və kompüteri həm idarə edir, idarəetmə qurğusu idarə etməni həyata keçirir, eyni zamanda hesab məntiq əməliyyatlarını da həyata keçirir. Bu da önəmli cümlədir. Deməli, mikroprosesor nə iş görür? Mikroprosesor həm kompüterin beyni hesab olunur, informasiyanı emal edir, həm də hesab məntiq əməliyyatlarını həyata keçirir.
Mikroprosesor deməli ümumiyyətlə kompüterə daxil olan informasiya kodlaşdırılır, ikilik kod şəklində emal olunur. Yəni 0 və 1-lərə çevrilir. Hər şey kompüter üçün sadəcə 0 və 1-dən ibarətdir. Ə, Onun kompüter üçün hər şey veriləndir, 0 və 1-dir. O hər şeyi 0 və 1 kimi görür, o cür emal edir. Niyə kompüter 0 və 1-dən istifadə edir? Çünki iki fərqli vəziyyəti tanımaq, onunla işləmək daha asandır. Nəinki onluq sistemindən istifadə etsəydi, gərək 10 fərqli vəziyyətlə işləyərdi. Bu da əlbəttə ki, bunu insanlar üçün və kompüteri bu cür yaratmaq onlar üçün çətindir. Ona görə də iki fərqli vəziyyət daha asan olduğu üçün və iki fərqli vəziyyəti tanıyan məntiqi elementlərdən qurulduğu üçün prosesor ikili formada, belə deyək də, ikili formaya salır və o cür emal edir. Bu mikroprosesorun belə deyək də sxematik görünüşüdür. Bunun üzərindəki və bu qızılı yuvacıqlar var ki, bunlara deyirlər registr yaddaşlar. Bax, burada yazılıbdır registr yaddaş. Registr yaddaş ən sürətli daxili yaddaşdır. Ən sürətli daxili yaddaşdır. Mikroprosesorun üzərində yerləşir və eyni zamanda informasiyanı emal etməyə kömək edən ən sürətli yaddaşdır. Prosesorun sürəti takt tezliyi, belə deyək də, takt tezliyi ilə ölçülür. Yəni, bu nə deməkdir? Prosesorun takt tezliyi, prosesorun bir saniyədə yerinə yetirdiyi elementar əməliyyatların sayıdır. Takt tezliyi olaraq, belə deyək də, hertz qəbul olunmuşdur. Buna əlavə megahertz, gigahertz kimi əlavə ölçü vahidləri də vardır. Burada ana plataya qrupu qoşulmaq üçün istifadə olunan bəzi portlar göstərilibdir. Misal üçün, burada var VGA portu. Bax, bu VGA portu, özü bax bu, gəlib taxılır bax bura. Misal üçün, monitorla sistem blokunu əlaqələndirmək üçün istifadə olunur və başqa yerlərdə də istifadə olunur. Bu VGA portu sadəcə olaraq görüntünü ötürür. Sadəcə olaraq görüntünü ötürür. Səsi ötürür. Ancaq VGA-dan fərqli olaraq bax, buradakı bu HDMI portu isə HDMI portu isə həm səsi, həm də görüntünü ötürür. Həm səs, həm də görüntü ötürür. HDMI portu. Bu da RJ45 başlığıdır. RJ45 uzluğudur. İnternetə, şəbəkə kartına qoşulur. Kompüterin internetə qoşulmasını təmin etmək üçündür. Orada da vurulmuş cüt kabeldən istifadə olunur. Burada vurulmuş cütdə, əslində burada 8 dənə kabel olur. 8 kabel 2-2 cütlər əmələ gətirilir və 4 dənə cüt olur. Dedim ki, şəbəkə kartına qoşulur və kompüteri internetlə təmin etmək üçündür. Burada əlavə başqa portlar var. Misal üçün, burada PC2 portları var ki, hal-hazırda deyim olaraq istifadə olunmur. Baxın, yazıbdır, mouse və klaviaturanı, keyboard, klaviaturanı qoşmaq üçün əvvəllər istifadə olunurdu. Sonra VGA portunun, USB portlarının yuvalarıdır, bax bunlar da. Yəni, belə bu cür portları görmək mümkündür. Sonra bunlar haqqında danışaq. Deməli, şəbəkə kartı, səs kartı və video kart haqqında danışacağıq. Əvvəl şəklini verir, sonra deyəsən onlar haqqında məlumat verir. Mən danışırım yenə də. Deməli, şəbəkə kartı nə üçündür? Şəbəkə kartı kompüterin internetə qoşulması üçündür. Yəni, kompüteri internetlə təmin etmək üçündür. Əgər bax, bu qrupu olmazsa, yəni kompüter internetə qoşula bilməz. Bax, bu qrupunun, bax, bu hissəsi, bax, bu hissəsi, bax, bu hissəsi qalır sistem blokun içərisində. Sadəcə bu hissə, çörtü görünürsə bu hissədir. O tərəf ki, RJ45 uçluğu da gəlib bax, bura taxılır. Və bu zaman onun işığı yanıb sönür. Bu da internetin olması deməkdir. Bu isə səs kartıdır. Səs kartı səs informasiyasını işləmək üçündür. İnformasiyanı, yəni səsi həm qəbul etmək, həm götürmək üçün mütləq orada səs kartı olmalıdır. Videokart da ekranda görüntünün monitorun ekranında görüntünün formalaşması üçün vacib olan qrupudur. Burası soprosesor yazıbdır. Soprosesor nədir? Soprosesor ixtisaslaşmış prosesordur. Yəni, bir var mikroprosesor, o bütün hər bir işi emal edir. Ancaq soprosesor mürəkkəb riyazi hesablamalar aparmaq, o cümlədən sürüşkən nöqtəli ədədlərlə, yəni əməliyyatlarla işləmək üçün istifadə olunur.
Yəni bu ixtisaslaşıb da konkret işi var. Ancaq mikroprosesor belə deyək də, ümumi bütün kompüterin işini idarə edir. Gəldik, hə, takt tezliyindən burada danışır. Prosesorun takt tezliyi. Prosesorun takt tezliyi dediyim kimi, onun bir saniyədə yerinə yetirilən elementar əməliyyatların sayı adlanır. Takt tezliyi varid olaraq hertz qəbul olunmuşdur. Bundan əlavə gigahertz, megahertz kimi ölçü varidləri də vardır. Gəldi prosesorun mərtəbəliyinə. Mərtəbəli deyəndə deyəcək ki, eyni vaxtda emal olunan informasiya bitlərinin sayıdır. Prosesor mərtəbəliyi. Və yenə deyirəm, prosesorun mərtəbəli nədir deyəndə deyəcək ki, eyni vaxtda emal olunan informasiya bitlərinin sayıdır. Əgər biz kompüterimizin parametrlərini açıb baxsaq, orada onun neçə mərtəbəli, yəni neçə bitli olduğunu görə bilərik. 64 bitli, 32 bitli və s. kimi əməliyyat sistemləri olur. Gəldik prosesorun nüvəsi. Prosesorun nüvəsi onun hesablama işlərini görən hissəsi adlanır. Nüvənin sayı nə qədər çox olarsa, prosesor eyni zamanda daha çox iş yerinə yetirir. Əvvəlki prosesorlar bir nüvəli olurdu və daha az iş yerinə yetirirdi. Ancaq müasir prosesorlar 2 və daha çox nüvəli olur. Bu da eyni zamanda 2 və daha çox əməliyyatı yerinə yetirməyə imkan verir. Sonra gəldik, nədən danışaq burada? Bir balaca daxili keşiyatdaşdan və sərt diskdən danışır. Ümumiyyətlə, deməli, keşiyatdaş haqqında irəlidə məlumat verəcəm. Bu qalsın hələ ki burada. Hard disk haqqında danışmışdıq. Deyik ki, hard diskdir, qida blokudur, disk sürücüsüdür. Bunlar sistem blokunda olmasına baxmaraq anahtar üzərində yerləşmirlər. Gəlin danışan yaddaş qurğularından, keşiyatdaş haqqında da baxın, yaddaş qurğuların içərisində məlumat verəcəm. Deməli, yaddaş qurğuları, baxın, yaddaş qurğuları bölünür iki yerə. Daxili yaddaşlar, bu da xarici yaddaşlar. Daxili yaddaşlarımız RAM-dır, ROM-dur və keş yaddaşdır. Xarici yaddaşlarımız HDD, CD, DVD, SSD flash card və FDD streamer və xarici yaddaşlar əlavə başqa yaddaşlar da var əslində. İndi danışacağıq, bunların hər biri haqqında tək danışacağıq. Ümumiyyətlə, yaddaşın həcmi və yaddaşa müraciət vaxtı nə deməkdir? Yaddaşın həcmi əlbəttə ki, oraya yerləşəcək informasiyanın maksimal miqdarıdır. Yaddaşa müraciət vaxtı isə informasiyanı açmaq üçün, istifadə etmək üçün sərf olunan zamandır. Yəni, nə qədər sürətlə işləyir. Sonra yazılış sıxlığı da onun səthinə yazılan informasiya miqdarı da ölçülür. Gəldik əməli yaddaş qurğusu, yəni RAM haqqında danışmağa. RAM sözün mənası Random Access Memory. Deməli, RAM necə yaddaşdır? RAM-a başqa sözlə əməli yaddaş, müvəqqəti yaddaş, kompüter sönəndə silinən yaddaş, operativ yaddaş. Bax, bunların hər birini bu video qulaq asanda danışdıqlarını qeyd götürün. Deməli, RAM-ın adlarını ayrıca yaza bilərsiniz. RAM bərabərdir operativ yaddaş, o da bərabərdir müvəqqəti yaddaş, o da bərabərdir əməli yaddaş, bərabərdir işıq sönəndə silinən yaddaş. Bax, bunlar hamısı eyni mənanı verir. Bunlardan qeyd götürək. Ümumiyyətlə, əməli yaddaş nə zaman lazımdır, harada olur? Əməli yaddaş, biz əgər hər hansı bir proqramı açırıqsa və ya bir oyun açırıqsa, bir PDF açırıqsa, ümumiyyətlə, nəsə bir iş görürsə, bax, bunu açmaq üçün lazım olan yaddaşdır, əməli yaddaş. Ancaq biz, belə deyək də, həmən proqramın açdığımız nəyisə bağlayarıqsa, əməli yaddaşdan, yəni RAM-dan silinər. Biz kompüter işə salan zaman əməliyyat sistemi xarici yaddaşdan, yəni sərt diskdən əməli yaddaşa yüklənir. Kompüteri bağladıq mı, söndürdük mü, o əməli yaddaş, deməli, əməliyyat sistemi də əməli yaddaşdan silinir. Buna görə də, bax, bu müvəqqəti, bu cür, yəni işlədiyi müddətdə saxladığına görə müvəqqəti yaddaş adlanır. Gəldi indi, bunlar çox da önəmli məlumatlar deyil.
Virtual yaddaş haqqında bir dənə məlumat verəcəm. Virtual yaddaş, əgər kompüterimizin RAM-ı dolubsa, yəni əməli yaddaş tamamilə dolubsa, bu zaman lazım olan hər hansı bir məlumatı açmaq üçün bəzən kompüter xarici sərt diskdən və ya SSD-dən özü üçün əlavə yaddaş ayırır ki, buna da virtual yaddaş deyirlər. Virtual yaddaş, belə deyək də, virtual yaddaş müvəqqəti formalaşır və itərə bilir, yəni keçir sonra. İndi keş yaddaş haqqında danışaq burada. Keş yaddaş nə deməkdir? Operativ yaddaşdan oxuma yazma zamanı verilənlərin kopyası keş yaddaşı yazılır. Və keş yaddaş əməli yaddaşa müraciəti sürətləndirir və kompüterin məhsuldarlığını artırır. Keş yaddaş xarici yaddaşa müraciətin sayını azaldır. Bu nə deməkdir? Tutaq ki, mən hər hansısa bir proqramı açıram. Bu zaman həmin proqram nə baş verir? İlk dəfə olur xarici yaddaşın içərisində. Yəni, sərt maqnit diskin Winchesterdə olur həmin məlumat. Mən onu açan zaman gəlir yüklənir və bu xarici yaddaşdan gəlir yüklənir. Baxın, operativ yaddaşa, yəni RAM-a yüklənir. RAM-dan da keş yaddaşı yüklənir, keşə yüklənir və prosesor tərəfindən emal olunur. Zaten hər hansı bir proqram açsamsa, o mütləq gəlib RAM-da olur və nəsə iş görürəmsə, onun bir oyun oynayıramsa, oyun proqramısa, oyun oynayıramsa, yazı proqramısa, yazıramsa, yəni zaten mən bir proqram açmışamsa, onunla işləyəcəm də, yəni işləyirəmsə, bu emal prosesi adlanır və bura prosesor həyata keçirir. Və deməli, bu proses necə baş verir? Ben dediyim kimi, yenə də deyirəm, ta ki bir oyun açıramsa, o xarici yaddaşda olur əvvəlcə. Xarici yaddaşdan operativ yaddaşa, yəni RAM-a yüklənir. RAM-dan keşə yüklənir və keşdən də prosesor tərəfindən emal olunur. Ancaq mən həmin tutaq ki, proqramı, açdığım bir proqramı bağlayıb yenidən açanda, ikinci səfər açanda, bu zaman operativ yaddaş, yəni xarici yaddaşdan deyil, birbaşa keşdə olur. Birbaşa keşdən yüklənir. Keşdən, belə deyək də, operativ yaddaşa yüklənər və prosesor tərəfindən emal olunur. Keş yaddaşın 3 dənə səviyyəsi var. Ən sürətli keş yaddaş birinci səviyyəli keş yaddaş adlanır. Belə deyək də, birinci səviyyəli keş yaddaş elə prosesora yaxın sürətlə işləyir və prosesorun daxilində yerləşir. İkinci səviyyəli keş yaddaş ana plata üzərində prosesorla əməli yaddaş arasında yerləşir. Üçüncü səviyyəli keş yaddaş isə həcm olaraq nisbətən böyük olur və enerjiden asılı yaddaşdır. Enerji kəsilən kimi bu yaddaşdan informasiyalar da silinir. Zaten hər bir enerjiden asılı yaddaşdır. İndi danışaq, deməli biz nədən danışdıq? Daxili yaddaş qruplarından, RAM-dan danışdıq, keş yaddaşdan danışdıq, amma ROM-dan danışmamışıq. Bir yana ROM haqqında danışaq. Deməli, ROM necə yaddaşdır? ROM-a deyirlər daimi yaddaş və yaxud da ki, read only memory. Yalnız deməkdir. Yalnız oxuna bilən yaddaş deməkdir. Bu əməli yaddaşdan az olur, ROM-un tutumu adətən az olur. Ancaq bu bura informasiya yazmaq üçün istifadə olunmur. Burada informasiyanın daimi olaraq saxlamaq üçün istifadə olunur. Buradakı informasiyanı çox az, nadir hallarda dəyişdirilə bilər də, belə deyək də. Adi hallarda dəyişdirilmir. Adətən, məsələn, kompüter format olunanda, virus düşəndə və s. kimi hallarda buradakı məlumatlar dəyişdirilə bilər. Kompüterdəki məlumatlar elektrik enerjisi kəsilsə belə, daha doğrusu bu ROM-dakı məlumatlar elektrik enerjisi kəsilsə belə, yəni silinmir. Zaten daimi yaddaşdır. Belə deyək də, BIOS var ki, kompüterin ilk dəfə işə düşəndə vacib olan, belə deyək, mikrosistemdir. Həmin BIOS da elə ROM-da saxlanılır. İndi danışaq BIOS haqqında. BIOS nədir? Bax, o ROM-da, yəni daimi yaddaşda saxlanılan BIOS nədir? BIOS Basic Input Output System, yəni giriş-çıxış baza sistemi olur. Nə iş görür? Kompüterin diaqnostikasını həyata keçirir. Eyni zamanda enerjiden asılı deyil, enerji, yəni işıq olsa da olmasa da işləyir və BIOS saxlanılır ROM yaddaşda, yəni daimi yaddaşda saxlanılır və kompüter işə düşəndə ilk dəfə işə düşən proqramdır.
Yəni BIOS necə işləyir? BIOS'un içərisində birinci var post əməliyyatı. Post əməliyyatı. Yəni kompüter ilk dəfə işə salan zaman post əməliyyatı kompüterin qurğularını yoxlayır. Əgər qurğularda nəsə bir problem varsa, bu zaman monitorun ekranına bununla bağlı bildiriş gəlir. Yox, heç bir problem yoxdursa, bu zaman ikinci əməliyyat olan boot əməliyyatı işə düşür. Boot əməliyyatı da kompüteri, belə deyək də, əməliyyat sisteminin yüklənməsini təmin edir. Əməliyyat sisteminə xarici yaddaşdan əməliyyat yaddaşı yükləyir və kompüter açılır. BIOS əməliyyat sisteminə aidiyyatı yoxdur. BIOS ancaq ROM-da saxlanılır, amma buna baxmayaraq əməliyyat sistemi deyil. Danışaq Kumos yaddaş haqqında. Kumos necə yaddaşdır? Kumos da bax bu kompüterin bax burada olan vaxt, tarix sazlamaları var. Ha, tarix, vaxt, konfigurasiya haqqında məlumatlar. Bax bunların yadda saxlanması üçün istifadə olunur. Kumos da daimi yaddaşda, yəni ROM-da saxlanılır. Ancaq Kumos'un özünün daxili baterikası var ki, onun hesabına kompüterin bütün konfigurasiyalarını yəni yadında saxlayır. Misal üçün, ta ki kompüterim, bugünkü kompüterimi söndürsəm və 10 il sonra gəlib açsam, bu zaman mənə 10 il sonraki vaxtı və tarixi göstərər. Bunun səbəb, yəni bu Kumos'un baterikası hesabına yəni həmin vaxtı daimi işlədəcəkdə saxlayır. Kompüterin məhsuldarlığına təsir edən amillər bu nə deməkdir? Ta ki sən əgər bazara getmisənsə, kompüter almaq istəyirsənsə, hansı amillərə fikir verməlisən? Bu zaman baxmalısan prosesorun takt tezliyinə. Sonra prosesorun mərtəbəliyinə, nüvələrin sayına, onun RAM-ına, SSD və ya HDD olması və tutumun nə qədər olmasına, eyni zamanda video kartı da baxmaq lazımdır. Yəni video sistemin məhsuldarlığına da baxmaq lazımdır. Testdə təkibi 2-3 kompüterləri göstərilir və onlara parametrlərini verir və içindən ən yaxşı kompüteri seçməyinizi istəyir. Bu zaman biz əgər birinci baxacaq prosesorun takt tezliyinə. Əgər takt tezliyi ən yüksək hansıdırsa onu cavaba götürə bilərik. Ürək arxayınlığı ilə digər variantlara baxmadan. Yox, əgər takt tezliyi ta ki, hər üç kompüterdə eynidirsə, ikinci halda baxacağım mən onun RAM-ına. Əgər RAM takt tezlikləri eynidirsə, RAM-ı hansı çoxdursa onu götürürəm cavaba. Yox, əgər RAM-ları da bu səfər eyni olsa, baxacağım üçüncü halda onun SSD-sinə və ya HDD-sinə. Yəni hansı, yəni həcmi çoxdursa, yəni hansı kompüter həcmi çoxdursa, həmin kompüter yaxşı kompüter hesab olunur. Bir də burada video kartın dediyim kimi, yəni məhsuldarlığı da önəmlidir. Slot nədir? Slotlar da yerləşir, yəni ana platanın üzərində yerləşir. Yəni həmin ana plataya əlavə qurğuların qoşulması üçün istifadə olunur. Genişlənmə yuvaları da deyirlər buna. Belə deyək də, adətən slotlara genişlənmə slot da deyirlər, genişlənmə yuvaları da deyirlər. Yəni buna qurğu qoşulur bu genişlənmə yuvalarına, slotlara. Kompüterin imkanlarını artırmaq üçün istifadə olunur. Slotların da PCI, IGB, PCI və s. kimi yəni İSA slotları var. Çox önəmlidir bu məlumat. Gəldiyi bir video adaptör haqqında danışmağa. Dediyim kimi, yəni video kartdakı məlumatlar video adaptör vasitəsilə monitorun ekranına çıxarılır. Video adapterlər, belə deyək də, analogdan informasiyanın analogdan rəqəmsala və rəqəmsaldan analoqa çevrilməsinə imkan verən qurğudur. Sonra gəldik nəyə? Bunlar haqqında çox da uzun-uzadı öyrənməsək də olar. GPU haqqında danışaq. GPU nədir? GPU video adapterlərin özlərinin belə deyək, video yaddaşı, video adapterin özünün video yaddaşı kimi deyə bilərik bunu. GPU-nu video adapter kimi belə yadda saxlayacaq. Səs kartı haqqında, bayaqki səs kartı haqqında danışdıq bəyanlarım. Yəni səs informasiyasının daxil olunması və xaric olunması üçün istifadə olunur. Əgər səs kartı olmazsa, kompüterin, yəni səs sistemi ümumiyyətlə işləməz. Şəbəkə adapteri internetə qoşulmaq üçün istifadə olunan qurğu idi. Bayaqlarım gördük, haqqında danışdıq.
Yəni kompüterləri əlaqələndirmək üçün bir kompüterdən digərinə məlumat ötürmək üçün istifadə olunur. Aha. Sonra şəbəkə adapterindən biz danışdıq da, yəni kompüterin internetə qoşulması üçün istifadə olunur. Əgər şəbəkə kartı olmazsa, kompüterlə biz internetlə əlaqələndirə bilmərik. Portlar və bağlayıcılar da ana plata üzərində var. Onlar qurğuların oyuqları və yuvalarıdır. Yəni əlavə xarici qurğular qoşan zaman istifadə olunan oyuqlardan və yuvalardan söhbət gedir. Port və bağlayıcı deyəndə. Əlavə, yəni xarici qurğular qoşmaq üçün LPT, paralel LPT portları, ardıcıl tom gözü portlarından istifadə olunur. Və bunu da bir balaca bir cümlə kimi yadda saxlayaraq da paralel portlar sadəcə LPT-dir, ardıcıl portlar tom, USB, bunlar həm də ardıcıl portlardır. PCK portu mouse və klaviaturunu qoşmaq üçündür. Ardıcıl portdan hal-hazırda istifadə olunmur. USB portu universal portdur. Universal serial bus deyirlər buna. Müasir dövrdə qurğuların çoxusu, yəni klaviatur adresi, kamera və sair demək hamısı USB portu vasitəsilə qoşulur. USB portu, bir USB portuna sırayla 127 dənə qurğu qoşmaq mümkündür. Bu qədər USB portundan çox da fotosuluk lazım deyil. Gəldi VGA portuna. Bir də bu USB portun üstünlüyü odur ki, bu qurğu ilə qoşanda yenidən yüklənmə yəni olmur da. Birbaşa qurğunu qoşan kimi işləyir. Və bir də sürətli ötürə bilir. İlk USB-lər 12 megabit böl saniyədir sürətləri. Ancaq müasir portlar 480 megabit böl saniyə sürətlə ötürür. VGA portu haqqında danışdım. Dedim ki, yalnız görüntünü ötürür, səsi ötürmür. HDMI portu isə ən aşağıda olan həm səsi, həm də görüntünü ötürmək üçün, monitora ötürmək üçün istifadə olunur. Sonra EJ45 bağlayıcısı, bayaqlarım haqqında danışmışdıq, biri budur, bir də bu formada ola bilər. Kompüterin internetə qoşulmasını təmin etmək üçün istifadə olunur. Səs portu, səs kartı haqqında da məlumat verdik ki, əgər səs kartı olmazsa kompüterdə səs informasiyasını işləmək mümkün olmaz. Yəni, nə onu qəbul etmək, nə də ötürmək və s. Mümkün olmaz. Biz bunun üçün mütləq orada səs kartı olmalıdır. Gəldik xarici yaddaş qurğuları və periferiya qurğularına. Daxili yaddaşlardan danışdıq. Bunlar hansılar oldu? RAM oldu, ROM oldu, bir də keş yaddaş oldu. Bir də aşağı xarici yaddaş qurğularından. Xarici yaddaş qurğularından, misal üçün, streamer, maqnit lenti. Streamer kasetlər, baxın, bu kasetlərdən söhbət gedir. Bu kasetlərdən söhbət gedir. Bu kasetlər hal-hazırda müasir dövrümüzdə istifadə olunmur, amma əvvəllər daha çox musiqiləri, səsləri və videolar yazmaq üçün istifadə olunurdu. Eyni zamanda filmləri və s. yazmaq üçün istifadə olunurdu. Sonra gəldik FDD, floppy disk drive, yumşaq maqnit disk qurğusu deyirlər buna. Elastik disk deyirlər, yumşaq disk, disket və cevik disk deyə bilərik. Yumşaq maqnit disk qurğusu deyirik. Həcmi çox azdır, bir də 144 megabaytdır, amma ölçüsü ona baxanda böyükdür. Ona görə hal-hazırda istifadə olunmayan yaddaşdır. Daha sonra danışaq, yəni HDD, Hard Disk Drive, sərt maqnit disk qurğusu və ya Winchester. Bunun haqqında danışmışdıq. Dedik ki, yəni kompüterin vacib qurğuları bunun içərisində saxlanılır. Sonra Hard Disk Drive haqqında bəsdir bu qədər. Sonra deməli, maqnit lenti, maqnit diski, yəni hard diskdən söhbət gedir. Audio kasetlər hal-hazırda istifadə olunmayan bir yaddaş qurğusudur, analog yaddaşdır. FTD haqqında da deyək ki, buna floppy disk drive da deyirlər, disket də deyirlər, yumşaq maqnit disk qurğusu da deyirlər. Hal-hazırda müasir belə deyək də dövrümüzdə bu disketlərdən istifadə olunmur. Sərt maqnit disk qurğusu bunun özü də qollardan, fırlanma oxundan, oxunma yazma başlığından, disk lövhələrindən və şpindeldən ibarətdir. Sonra hard disk haqqında danışdıq. İndi gələk nəyə?
Optik yaddaş qurğularını. Optik yaddaşlar CD-lərin, DVD-lərin bütün növləri və bu raylar aiddir. CD-lərin növləri deyəndə CD-R, CD-RV və CD-ROM. CD-ROM nəzərdə tutulur. DVD-lərdə deyəndə yenə DVD-R, DVD-RV, baxaq burada var, DVD-RV və DVD-R nəzərdə tutulmuşdur. Bunlarda Blu-ray disklər də vardır ki, bu da məlumatın yüksək sürətlə yazılması və oxunması üçün istifadə olunur. Mavi lazer şüasından alır adını. Əsasən böyük həcmli və yüksək keyfiyyətli informasiyaların, mətnlərin, yəni videoların daha doğrusu saxlanması üçün nəzərdə tutulmuşdur. Bu DVD və CD-lər haqqında biraz danışaq. CD-lərin tutumu daha az olur. Adətən 700 MB olur. Amma DVD-lərin tutumu 4,7 GB-dan 17,4 GB-a qədər olur. Hal-hazırda müasir dövrümüzdə daha böyük tutumlu DVD-lər, DVD disklər istehsal olunmuşdur. Elektron yaddaşlar haqqında danışmışdıq. Dedik ki, bunlar SSD, elektron yaddaşlar SSD, flash kart, flash yaddaş, elektron yaddaşlardır. SSD yaddaş haqqında onu deyək ki, deməli, SSD-lər dedik ki, sərt disklərdən fərqli olaraq sürətləri daha sürətlidir. Onun görə də müasir kompüterlərdə SSD-lərin istifadə olunur. SSD-lərin növləri haqqında danışmayacağıq. Gəldik USB flash yaddaş haqqında danışmağa. USB flash yaddaş deməli USB başlıqlı bir yaddaşdır. Kompüterlər üçün USB flash yaddaş daha geniş yayılmışdır və hal-hazırda tutumu gigabaytlar və hətta terabaytlara qədər olan flash yaddaşlar mövcuddur. Flash kart və ya SD kart isə kiçik ölçülü yaddaş qurğusudur. Əsasən fotoaparatlarda və telefonlarda istifadə olunur. Gəldik indi giriş-çıxış qurğularına. Deməli, kompüterin informasiyanın kompüterə daxil olunmasına görə giriş qurğuları, çıxış qurğuları və giriş-çıxış qurğuları vardır. Giriş qurğuları da ki, bu kompüterdir. İçərisində var prosesor və yaddaş var. İnformasiyanı kompüterə daxil etmək üçün olan qurğuları var, bir də kompüterdən çıxaran qurğuları var. Kompüterə daxil etmək üçün olan qurğulara daxil etmə giriş qurğuları deyirlər, çıxarmaq üçün olan qurğulara xaric etmə çıxış qurğuları deyirlər. Eyni zamanda həm daxil etməni, həm xaric etməni həyata keçirə biləcək qurğular vardır. Deməli, klaviatura yazını yazıb daxil etdiyimizə görə giriş qurğusudur. Mouse, sican, əmrləri, komandaları daxil edir kompüterə. Skaner, kağız üzərindəki məlumatı daxil etmək üçündür. Digitalizer, qrafiki, planşetdə yenə yazırsan, özünün qələmi var, qələmlə yazıb məlumat daxil edirsən. Webkamera də giriş qurğusu, daxil etmə qurğusudur. Ətrafda olan məlumatları çəkib kompüterə ötürür. Mikrofon da yenə giriş qurğusudur. Ətrafdakı səsləri yığıb kompüterin içərisində ötürür. Xaric etmə çıxış qurğuları yenə monitordur. Monitor monitorun ekrandan formalaşmasına kömək edən qurğu deyə xaric etmə qurğusudur. Printer, kompüterin belində olan məlumatı kağız üzərində çap elədiyimizə görə çıxış qurğusudur. Plotter yenə də printer kimi bir qurğudur. Sadəcə olaraq böyük printer də deyə bilərik. Buna yol kənarında vurulan böyük reklam lövhələrinin, elanların çap olunub çıxarılması üçün istifadə olunur plotter. Proyektor deməli, monitorun ekranında olan görüntünün yansıtmaq üçün istifadə olunur. Səs ucaldan kolonqa səs informasiyasının kompüterin kənara çıxmasını təmin edir. Qulaqcıq, planşetdə eyni zamanda yenə səs informasiyası işləyən zaman başlıqda digər səs qurğusunun olmaması lazımdır. Xaric etmə çıxış qurğuları oldu. Monitor, printer, plotter, proyektor, səs ucaldan və qulaqcıq. Bunlar informasiyanın kompüterin kənara çıxmasına kömək edirlər. Eyni zamanda giriş-çıxış qurğuları, yəni eyni zamanda daxil etmə, xaric etmə qurğuları deyəndə isə söhbət nədən gedir? Modemdən, faksdan, printer skanerdən, şəbəkə kartından və touchscreen monitordan, tutma monitorundan. Bir də deyəcək, daxil etmə, xaric etmə qurğuları, modem həm daxil etməni, həm xaric etməni həyata keçirir, faksda eyni işləyir. Printer, skaner var ki, printer informasiyanı çölə çıxarır, skanerdə daxil edir. Ona görə bir yerdə daxil etmə, xaric etmə adlanır. Şəbəkə kartda eyni zamanda informasiyanı daxil etmə və xaric etməsini, sensor ekranlarda daxil etmə və xaric etməni. Bir də var garnitur da istifadə olunur. Garniturun da eyni zamanda həm
mikrofonu və həm də qulaqçığı olduğuna görə qarnitur da tıxacızına daxil etmə qurğusu hesab olunur. Bunlar haqqında danışdıq. İndi daxil etmə qurğularından biri olan klaviatura haqqında danışaq. Klaviaturada adətən standart halda 104-105 dənə düymə olur. Amma adətən fərqli bir klaviaturalarda mümkündür. Bu düymələrdən, baxın bax buradan F1-dən F12-yə qədər funksional düymələr yerləşir. Funksional klavişlər. Bunların hər birinin özlərinin yəni ayrıca funksiyası var da. Misal üçün F1 help kömək pəncərəsini açır. F2 rename, yəni ad verməkdir. F3 search axtarış düyməsidir. F4 misal üçün digər pəncərələrdə düymələrlə bir yerdə işləyir. Alt F4 takip pəncərəni bağlamaq üçündür. Birinci dəfə sıxanda kompüteri söndürür və s. F5 yeniləmək üçündür, ekranındakı məlumatı yeniləmək üçün istifadə olunur. Yəni bu düymələrin hərəsinin öz xüsusiyyəti var və buna deyirlər funksional klavişlər. Daha sonra bizdə var hərf rəqəm klaviaturası. Bax, bu da hərfləri və rəqəmləri əhatə edir. Hansı ki, buradan başlayıb, gəldik bura. Və bu formada hərflərin və rəqəmlərin yazılması üçün istifadə olunan klaviaturadır. Daha sonra var burada kursoru idarə edən düymələr. Kursoru idarə edən düymə deyəndə söhbət bu ox düymələrindən gedir. Yuxarı, aşağı, sola, sağa ox düymələri. Bir də var nə? Bir də var home, end, page up, page down. Baxaq, bu hardadır? Home, end. Bura deyəsən başqa dildə yazılıbdır bunun üzərinə. Ya bax, burada adətən bu düymələr, bax, bu düymələr üzərində olur. Adətən bax, bu ox düyməsi və bu ox düyməsi və bu düymə, bu düymə. Yəni, demək olar ki, eyni işi yerinə yetirirlər. Ona görə idarəci düymələr, biz deyəndə, deyəcək ki, idarəci düymələr 8 dənədir. Yəni, bura həm ox klavişlərini, həm də home, end, page, page down düymələrini əlavə etmək mümkündür. Daha 4 klaviş dediyimizə görə, yəni həm ox klavişləri və bir də bunlar. Yardımcı rəqəm klaviaturası da adətən sağ tərəfdə olur. Bax, burada yerləşir. Bu yardımcı rəqəm klaviaturası da numlock düyməsinə bağlıdır. Əgər numlock düyməsinin işığı yanarsa, bura istifadə olunacaq. İşin yanmırsa, istifadə olunmur. Bundan başqa var xidməti klavişlər. Enter, Escape, Tab, Shift, Control, Alt, Caps Lock, Insert, Delete, Backspace. Enter nə iş görür? Enter daxil etməni, yəni təsdiqləməni həyata keçirir. Escape full ekrandan, full screen, yəni tam ekrandan çıxış üçün istifadə olunur, çıxmaq üçündür. Tab tablisa düyməsi 4 və ya 8 boşluq, baxı proqramına 4-də və Python'da fərqlidir. 4 və ya 8 boşluq qoymaq üçün istifadə olunur. Shift düyməsi təklikdə işləmir. Əgər yazılar kiçik rejimdə yazırsa, shift düyməsini sıxıb yazanda böyük rejimdə yazacaq və əksinə böyük rejimdə yazırsa, sıxıb saxlayacaq kiçik rejimdə yazar. Eyni zamanda alt shift düymələri bir yerdə klaviaturanın dilini dəyişmək üçün istifadə olunur və s. Kontrol düyməsi yenə təklikdə işləmir. Ctrl-C və Ctrl-C kopyalamaq üçündür. Ctrl-V yapışdırır. Ctrl-O hərfi, yəni open açmaq düyməsidir. Daha sonra Ctrl-Z sonuncu əməliyyatı Ctrl-C kopyalayırdı və yapışdırırdı, o okundu. Ctrl-Z sonuncu əməliyyatı ləğv edir. Ctrl-Y isə ləğv olmuş əməliyyatı geri bərpa edir. Dediyim kimi, alt düyməsi adətən shiftlə və digər düymələrlə bir yerdə işlənir. Alt F4 yeni çıxış düyməsidir. Caps Lock işığı yanılı olduqda yazının böyük hərflərini, ancaq böyük hərflərini yazmaq üçün istifadə olunur. Insert müəyyən mövqedən daxil etməni ya da keçirmək üçündür. Delete silmək üçündür, ancaq nəyi silir? Kursordan sağdakini silir, delete. Backspace silmək üçündür, ancaq kursordan soldakini silir, backspace. Deməli, bunların hər biri nə oldu? Escape böyük ekrandan çıxmaq üçün istifadə olunur. Enter təsdiq və ya daxil etmə düyməsidir. Caps Lock böyük hərflə yazılır. Backspace soldakı simvolu silir. Delete sağdakini silir. Page up bir ekran boyu yuxarı. Page-dan isə bir ekran aşağı enir. Gəldik mouse seçən haqqında danışmağa.
Aha, mouse haqqında danışaq. Deməli, mouse kompüterə informasiya, əmrləri, komandaları daxil etmək üçün olan qurğudur, yəni giriş qurğusudur. Mouse'un növləri şəkildə gördüyümüz kimi, yəni əslində çoxdur. Bu normal istifadə etdiyimiz mouse'dur. Bu trackball'dur, şəkil 11 trackball'dur. Bu pen mouse'dur. Notebook'un qarşısında istifadə olunan mouse və bu düzbucaqlı formasında olan hissədə buna deyirlər touchpad. Trackball tərsinə çevrilmiş sıçana bənzəyir. Biz normal mouse'ları hərəkət elətdiririk. Ekranda göstərici yerini dəyişir. Ancaq trackball'u hərəkət elətdirmirik. Bax, onun üzərində olan bax bu düyməni barmağımızla hərəkət elətdirməklə belə deyək də, əslində ekranda göstəricinin yerini dəyişmiş oluruq. Pen mouse'dan adətən qrafik dizaynerlər istifadə edirlər. Touchpad'də dediyimiz kimi, yəni sensor paneldir, touchpad'dir. Sıçanın göstəricisini hərəkət elətdirmək, əmrləri, komandaları onunla da daxil etmək mümkündür. Sonra giriş qurğularından olan mikrofon haqqında danışaq. Mikrofon səsin kompüterə daxil edilməsi üçündür. Web kamera görüntünün, ətrafdakı görüntünün kompüterə daxil edilməsi üçündür, yəni giriş qurğusudur. Joystick oyun oynamaq üçün istifadə olunan, belə deyək də, qurğudur, idarəedici qurğudur. Bu da giriş qurğusudur. Qrafiki planşet, digitalizer, əllə çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri və s. yəni kompüterə daxil edən qurğudur. O planşetdən və eləcə də qələmdən ibarətdir. Yəni informasiyanı sadəcə olaraq kompüterə daxil edir. Ona görə də və onun aktiv imkanları, yəni seyrəklik prinsipi LPI, line per inch, yəni bir düymə düşən xətlərin sayı ilə ölçülür. Və qrafiki planşet əsas budur. Bu digitalizerdir, oyun pultudur, web kameradır, mikrofondur. Hər biri giriş qurğusudur. Gəldik skaner haqqında danışaq. Skaner növləri var. Bu görüntü skaneridir, bu iştirak kod skaneridir, bu da maqniti skanerdir. Deməli, skaner ümumiyyətlə informasiyanı kompüterə daxil etmək üçün, yəni giriş qurğusudur. Skanerin, görüntü skanerləri nə edir? Kağız üzərindəki məlumatı kompüterə daxil etmək üçündür. Bu görüntü skanerlərinin də flatbed, sheet feed, bir də overhead kimi, burada şəkildə gördüyümüz kimi 3 növü var. Flatbed və belə düzbucaqlı formasındadır. Sheet feed bu formada, overhead də gördüyümüz kimi bu formada olur. Kitabdakı, kağızdakı məlumatları skaner eləyərək kompüterə daxil etmək üçün istifadə olunur. Və bu qurğuların daxil etdikləri məlumatlar şəkil formasında daxil olunur kompüterə. Özə raster qrafikasından genişlənməsi də tip formatında olur. Skanerin başlıca göstəricisi onun bir düymündəki nöqtələrin sayıdır. Buna deyirlər DPI, yəni bir düymə düşən nöqtələrin sayı ilə ölçülür. Yəni çözümlülük nə qədər böyük olarsa, bir o qədər də görüntü bir o qədər də yaxşı olacaq. Yəni 200, 300, 600, 1200 və s. çözümlülüklü skanerlərdən istifadə olunur. Dediyim kimi, yəni kompüterin skanerin nəticəsi, yəni qrafik adı, yəni şəkildir, raster qrafikasında olur və uzunluğu da, yəni uzantısı da nöqtə tip və tip formatında olur. Yox, əgər sənin skanerlədiyin məlumat mətindirsə və onun mətin formasında mətin kimi daxil etmək, üzərində redaktör işləri həyata keçirmək istəyirsənsə, bu zaman xüsusi optical character recognition, yəni xüsusi OCR proqramlardan istifadə olunur. Sonra bu ikinci növ skaner, yəni iştirak kod skanerləri vardı ki, iştirak kod skanerləri də marketlərdə məhsulların üzərində olan barkodları oxumaq üçün istifadə olunur. Yəni iştirak kodları oxuyur. Maqniti skanerlər isə kartların, yəni maaş kartlarının, kredit kartları üzərindəki məlumatları oxumaq üçündür. Yəni bunu bankomatlara yaxınlaşdıranda onların üzərindəki maqniti skanerlər vasitəsilə kredit kartları haqqında məlumat bankomatın ekranında görünür. Ad, və sair kimi məlumatlar orada görünür. Bunda maqniti skanerlər həyata keçirir. Sonra növbədə skaner olan, bu skanerlərin hamısının haqqında danışdıq. Gəldi indi nəyə? Xaric etmə qurğularından danışaq. Xaric etmə qurğularından monitor haqqında danışaq. Monitor mətn və qrafik məlumatları ekranda göstərmək üçün istifadə olunan qurğudur. Çıxış qurğusudur. Deməli, elektron şou borlu monitorlar ən köhnə monitorlar idi. Ancaq ümumiyyətlə bu monitorun növləri var. Elektron şou borlu monitorlardır.
Bir də maye kristal LCD plazma monitorlarıdır. Bunlar köhnələrdir, bunlar isə yeni müasir monitorlardır. Bu müasir monitorların, yəni plazmanın səthləri nazik olur, çəkiləri də çox az olur. Bunların əsas xüsusiyyətləri ekranın çözünürlüyü və diaqonal ölçüsüdür. Bunun diaqonal ölçüsü deyəndə onun eni və hündürlüyü deyil. Ümumiyyətlə, monitorun ölçüsü deyəndə onun eni və hündürlüyü deyil, diaqonal ölçüsü əsas götürülür. Monitorun çözünürlüyü də onun üfüqi və şaquli istiqamətli atılan nöqtələrin sayıdır. Çözünürlük nə qədər çox olarsa, görüntü də bir o qədər keyfiyyətli olur. Yəni, monitorun ekranında görüntü bir o qədər keyfiyyətli olur. Dediyimiz kimi, yəni monitorda görüntü video kartdan yəni asılıdır. Video kartdan asılıdır. Burada da VGA, CGA və s. kimi deyə bilərik. Ümumiyyətlə, monitorda rənglər monoxrom, ağ-qara və rəngli olur. Bu da RGB vasitəsilə formalaşır. Red, green, blue rənglərindən. Red qırmızı, green yaşıl, blue mavi göydür. Bu üç rəngin hər üçünün 100% olması bizə ağ rəngi, heç bir rəngin olmaması isə, yəni 0% olması isə bizə qara rəngi verir ekranda. Printer çıxış qurğusudur. Printerin belə deyək də burada da yəni onun əsas çözünürlüyü bir düymə düşən nöqtələrin sayıdır. Bir düym 2,54 cm-dir. Bunu da burada yanımda saxlayacaq məsələlərdə istifadə olunur. Printer növləri köhnə printerlər, matrisli printerlər, sonra şırnaqlı printerlər və lazer printerlər belə deyək də istehsal olunmaya başlayıbdır. Matrisli printerlər ən köhnə printerlərdir. Bunlar deməli, çap eləyən zaman iynələr dəstindən istifadə olunur. Amma hələ də istifadə olunur bu printerlərdən, yəni tamamilə sıradan çıxmayıbdır. İynələr dəsti rəngləyici lent vasitəsilə kağıza döyəcləməklə görüntünü əmələ gətirirlər. Burada da görüntünün keyfiyyəti iynələrin sayından və sürətindən asılıdır. Yəni, iynələrin sayı nə qədər çox olarsa, o qədər daha keyfiyyətli görüntü ortaya çıxarmaq mümkündür. Adətən karbon kağızlarda çap prosesi həyata keçirilir. Şırnaqlı printerlərdə injekt printer. Bunlarda adətən mürəkkəbin maye halından istifadə olunur. Rənglərdən burada C, M, Y, K, CMYK filtrasiyon rənglərinin istifadə olunur. Yəni, kartricdən birbaşa kağızın üzərinə düşdüyündə şırnaqlı printerlərdə boyayıcı lentə yaxud da kartrici toneri gərək qalmır. Damcılar şırnaqla, aramsılar şırnaqla axır. Buna görə də bu printerləri şırnaqlı printerlər adlandırırlar. Lazerlər və LED printerlər, bunlar yüksək keyfiyyətlidir, sürəti yüksəkdir, əlverişlidir, yəni müasirdir. Burada mürəkkəbin artıq maye halından yox, toz şəklindən, yəni tonerdən istifadə olunur. Yəni daha sürətli və müasirdir. Termiki printerlər ümumiyyətlə xüsusi istilik üsulu ilə işləyən printerlərdir. Burada onlar nə mürəkkəbdən, nə də tonerdən istifadə etmirlər. Bunun əvəzinə deməli, istiliklə həssas kağız üzərinə çap edilir. Yəni, bunun əvəzinə istilikdən istifadə olunur. Yəni, çap etmə prosesi istilik vasitəsilə baş verir. İstilik, belə deyək də, başlığı ilə qızdırılır və tündləşir, sürətli və səssiz işləyir. Çap keyfiyyəti yüksək deyil, uzun müddət saxlanılmır və xüsusi kağızda çap edilir. Printerin də ən əsas xarakteristikası onun çap etmə sürətidir. Şırnaqlı və lazerli printerlərin sürəti bax bu cümlədə önəmlidir. Şırnaqlı və lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ölçüldüyü halda. Buna deyilər PPM. Ancaq matrisli printerlərin sürəti bir saniyədəki simvol sayı ölçülür. Deməli, şırnaqlı və lazerlidə bir dəqiqədə səhifə sayıdır. Matrisli printerlərdə, yəni köhnə printerlərdə saniyədə simvol sayıdır. Əlbəttə ki, dəqiqədə səhifə sayı daha çoxdur da, nəinki saniyədə simvol sayı. Simvol nədir? Hərflərdən söhbət gedir, bir hərf, iki hərf. Bir də çap rənginə görə printerlər üç qrupa bölünür. Ağ-qara printerlər, rəngli printerlər, deməli, bir də yəni rəngli və ağ-qara olanlar və sadəcə rəngli olanlar. Bax, bunlar da həmin printerlərin növləridir. Bu 3D printerdir. Hər hansı materialdan, hər hansı bir materialdan, kauçukdan və s. hər hansı bir materialdan
çap edib çıxarır 3D printerlər. Ha. Plotter haqqında danışaq. Plotter də yeni çap qurğusudur. Printerdən fərqli odur ki, böyük kağızları, yol kənarına vurulan reklamları və s. çıxarmaqda üçün istifadə olunur. Enli printerlərlə müqayisədə yəni daha böyük olur. Yəni yeni printerlər müqayisədə daha böyük olur. Çıxış qurğusudur və s. Əsasən A0 və A1 formatlı kağızlardan istifadə olunur. Gəldi 3D printer haqqında danışdıq. Dedik ki, 3D printerdə yəni çıxış qurğusudur. Virtual üç ölçülü model əsasında həcmli əşyalar yaradan qurğudur. Sonra səs-ucaldan və qulaqçıq haqqında danışaq ki, bunlar da cəmi çıxış qurğusudur. Bir səs məlumatlarını, hər ikisi yəni səs məlumatlarını kompüterdən kənara çıxarmaq üçün istifadə olunur. Bir də var səs qarnituru. Səs qarnituru bax budur. Səs qarnituru eyni zamanda giriş və çıxış qurğusudur. Çünki qulaqçıq çıxış qurğusu, mikrofon da giriş qurğusu olduğuna görə buna deyirlər giriş-çıxış qurğusu. Bu səs-ucaldan da birbaşa çıxış qurğusudur. Proyektor da çıxış qurğusudur. Sonra modem internet, yəni evlərdə istifadə olunan qurğudur. Modulyator, demodulyator prosesini həyata keçirir. Yəni həm informasiyanı analogdan rəqəmsal, həm də rəqəmsaldan analoga çevrilir. Yəni həm kodlaşdırır, həm də koddan çıxarır, belə deyək. Sonra gəldik nə? Touchscreen. Touchscreen yəni sensor ekran. Sensor ekranlar eyni zamanda giriş-çıxış qurğusudur. Çünki həm monitoru var bizə göstərir, həm də barmaq və ya xüsusi qələm vasitəsilə biz onun üzərində yazaraq informasiyanı daxil edə bilərik. Ona görə həm giriş, həm də çıxış qurğusu adlanır. İlk sensorlarda 1970-ci illərdə işlənib hazırlanmışdır. Burada klaviaturu da əvəz etmək mümkündür, şişanı da əvəz etmək mümkündür. Son zamanlar mobil qurğularda, yəni elektron qurğularda sensor ekranlar geniş yayılmışdır. Aha, gəldi UPS. UPS vasitəsiz qidalanma blokudur. Bu nə deməkdir? UPS özündə enerji saxlayır, müəyyən qədər enerji saxlayır və kompüter sönəndə, belə deyək də, kompüteri sönməyə qoymur. Notebook və telefonlarda bunu batareya həyata keçirir, amma stoslu kompüterlərdə UPS bir şey həyata keçirir, enerjisini özündə saxlayır. Deməli, kompüterin parametrlərinə baxarkən hansı kompüterin daha yaxşı olduğunu bilmək üçün ümumiyyətlə testdə adətən kompüterin parametrləri arasında belə silah işarələri qoyulur. Parametrlər bir-birindən fərqlənməsi üçündür. Və bu, belə deyək də, hansı kompüterin birinci, ikinci, üçüncü və s. Yəni belə testdə bu tipdə verilir suallar. Sən bunun parametrlərinə baxaraq hansının daha yaxşı olduğunu seçirsən və testin cavabını tapırsan və hansı kompüterin daha yaxşı olduğunu necə tapmaq olar? Biz birinci onun takt tezliyinə baxırıq. Takt tezliyi, misal üçün, bu kompüter üçün göstərib takt tezliyi və burada 4,2 yəni GHz-dir. Bunu genişlənmiş formada burada göstəriblər də. Takt tezliyidir. Sonra bunun DDR dediyimiz, yəni bunun əməli yaddaşı, yəni RAM-ı da 16 GB-dır. Daha sonra burada nədən istifadə olunubdur? Bunun digər parametrləri haqqında nə deyək? Yazıbdır burada. Intel firmasıdır. 13-cü nəsildir. Takt tezliyi 4,2 GHz-ə bərabərdir və keç yaddaşının həcmi 8 MB-dır. Operativ yaddaşının haqqında dedik, DDR5 16 GB-dır, 4666 MHz-dir. Videoadaptörün tipi və video yaddaşının həcmi haqqında danışır. Sonra sərt diskin tutumu və 512 GB-dır və növü haqqında danışır. Ekranın ölçüsü, ekran displey, ekranın ölçüsündən, növündən və yenilənmə tezliyindən verilibdir. Bax, buradakı məlumatlar da. Ən sonunda əməliyyat sistemi FreeDOS, yəni göstərilmişdir. Bu qədər. Bütün bu məlumatlar aparat terminatını təşkil edir. Yəni kompüterin qurğularından söhbət gedirdi. Gecəniz xeyrə qalsın.